Selamünaleyküm doktorlar, hər vaxtınız xeyirli olsun. Deməli, bu videoda mən sizə rezidentura hazırlıq kursumuzda olan paket haqqında məlumat verəcəm. Bir öncəki videoda STT səs kaydı paketi ilə bağlı məlumat vermişdim. İndi digər qruplar barəsində də məlumat verim, qısa konkret. Bu təməl sınaqlar və izahlar qrupu ilə də bağlı məlumat videomuz var ayrıca. Ona görə onlara çox toxunmayacağam. Deməli, hazırlıq paketi qrupumuz nədir? Bir dənə bura giriş edək. Burada gördüyünüz kimi bütün fənlərlə bağlı vəsaitlərimiz var, hamısı bura yerləşdirilib, elektron vəsaitlər hamısı buradadır. İstifadə edəcəyiniz şəkildə hazırlanıb, hər şey proqram qurulur mənim tərəfindən. Yəni, istəyənlər olsa yazar, ətraflı məlumat verəcəyik. Dərs izahı videolar qrupunda isə dərs izahı videoları daxil edilməsidir. Patoloji anatomiya, patfizdən, biokimyadan və norfizdəndir. Məsələn, norfizdən videoları vilayət doktoru hazırlayıb, öz slaytları əsasında izah edib. Həmçinin başda mənim də bir neçə dənə videom var, bu fəraq potensial qrafiki ilə bağlı. Bu, deməli, videolar müddəti bacardığımız qədər çalışmışıq, çox uzun etməyək. Qısa videolarla dərsləri əsas vaciblərini izah etməyə çalışmışıq. Bu videoların müəyyən bəzilərini də YouTube kanalımızda paylaşmışıq zaten. Deməli, vilayət doktorun vecerativ sinir sistemindən səhv etməmişəmsə bir dəfə paylaşmışdım. Bir də oyanıqçılıqla ya da əzələ fiziologiyası ilə bağlı idi. 2 videosunu paylaşmışıq. Həmçinin patoloji anatomiyadan da Əli doktorun videolarıdır. Bunlardan da bir neçəsini biz YouTube kanalımızda paylaşmışıq. İstəyənlər olsa izləyə bilər oradan. Patoloji anatomiyadan da bütün mövzuların burada izahı var. Patfizdən amma bütün mövzular yoxdur, sadəcə 6 mövzu video izahı var. Deməli, buradan patoloji fiziologiyadan 3 mövzu, deməli, ümumi hissədəndir. 3 mövzu isə xüsusi hissədən var. Mövzular, videoları. Biokimyada da həmçinin bütün mövzular var. Deməli, istəyən olsa ətraflı məlumat verəcək yenə. Sadəcə bura göstərmə məqsədilə göstərirəm. Bir də izahlı sport testlər paketi qrupumuz var. Bunlar da, deməli, bizim tələbələrimizin bizə verdiyi sualları və testlərin özünü və izahlarını bu qrupa atırıq ki, sonraki tələbələrimiz də görsün. Əlavə alıb offline şəkildə istifadə etmək istəyənlər olsa yaza bilər. Deməli, burada məsələn birinin neçəsini direkt göstərdək. Patoloji anatomiyadan Əli doktor bizə sualları cavablandırır. Həmçinin keçənki tələbələrimin suallarını da atmışam. Bunların bəzilərini mən cavablamışam. Burada suallar hamısı atılıb. Deməli, biokimyadan da bu şəkildə. Biokimyadan azdır, norfizdən patan daha çoxdur. Norfiz patan çoxdur. Belə. Yəni, istəyən olsa yazar, əlavə məlumat verəcəm.